Hər kəsə salam. Yeni şeylər almışam. İstəyirəm birlikdə alaq. Birlikdə alaq. Mən istəyirəm sən üçün ala bilmişəm. Bu cəmaatını da ala bilmərəm. Bir yerdə almırıq. Tək alırıq. 200 manatlıq bir alışveriş. Nə? Yaxşı da. Aşkım 200 manatlıqdır da. Videonu söndürəsən. Bro, mən 100 manat demişəm, indi deyirsən 200 manat. Aşkım sen 100 manat vermişsən kampaniyaya. O cəmaatı aldatma milləti. Aşkım 100 manat verdin, düzdür? 200 manatlıq məhsul aldım. Kampaniya var idi axı. 100 manatlıq məhsul alana 100 manatlıq hədiyyə. Mən onu deməmişəm ki, məndən uzun minəmişəm. 200 manatlıq alışveriş eləmişik. Təzdən başladıysan. Yox, ehtiyac yoxdur. Aşkım icazə ver də. İcazə ver də, özüm artıq Allah. Açanı ancaq qatıqlanmışıq. 200 manatlıq alışveriş eləmişəm, amma aşağıda qeyd elədiyim səhifənin kampaniyası sayəsində sadəcə bu aldıqlarıma cəmi 100 manat ödəmişəm. Gəlin baxaq görək içində nələr var. Açıyorum. Deməli bir ədəd Maybelline New York'un far paleti. Bundan var ne diyorsan? Yox, o Catrice'in idi. Sen necə keçid xəstələnirsən, xəbərin var. Hop yoluna çevirmişsən kosmetik əşyalarını, bərəkədən də olsun. Təzə evə yığıram. Allahın adını Xonça yığıram da özümə. O baby Catrice'nin manjı var ha. Allahın olsun öz uşağım kimi tanıyıram ağzını. Gündə 10 dəfə baby Catrice. Yaxşı, Maybelline New York'un far paleti. Bundan oxşarı Catrice'də varımdı. Prosta bu təzə evə almışam. Elə bir ad var. Daha sonra mamam məndən içində çoxlu rəng olan far paleti istəmişdi. Catrice'in belə bir far paletini almışam mamama. Pul nerede yoksa özünü almışam. Aşkım özüm almışam. Bəsdir də Krisa. Arkadaşlar deməli kampaniya sayəsində siz də belə rəfiqələrinizlə birləşib onu siləsən mamını öldürər mən deyə. Allah bilərsiniz. Yox, bu eləməyəsən. Misal üçün baxın 2 dənə far paleti var. Rəfiqəmizlə bu kampaniyadan yararlanıb aranızda məhsulları bölüşdürə bilərsiniz. Makyaj çantanızı yeniləyə bilərsiniz. Daha sonra bir dənə bu glossun möhtəşəmliyinə baxın. Görün necə gözəl rəngi var. Bir də mənim baxmayıma baxın. Aşkım qoy da. Daha sonra L'Oreal'ın belə bir glossunu almışam. Yaz, yay gəlir, qəşəng parlaq glosslara ehtiyacımız var. Daha sonra Maybelline də bu səhv eləmirəmsə, Maybelline New York'un belə bir maskarasını almışam. Maybelline'in maskaralarını çox bəyənirəm. Bunu yoxlamamışdım, yoxlayacağım. Daha sonra mamam üçün L'Oreal'ın belə bir dayan bunların hamısını mamaya göstərəcəm. Yox, mən hədiyyə edirəm. Konsilerini almışam. Bu mamanın rəng tonudur. Mən bu konsilleri çox bəyənirəm. İzləyicilər bilir. Daha sonra Kiko'dan belə bir çantamda... Vay evimizin bir yüzü. Kiko. Allah'ın olsun. Belə bir pamad... İt alsam adını qoyacağım Kiko'dan. Bərəkədən olsun. Gündə nə qədər bu Kiko'nu almışam. Deməli bunu çölə çıxanda işlətməyə almışam. Çünki baxın, bir tərəfi pamadadır. Özdə üstündəki ulduzlara baxın necə gözəldir. Baxın. Yəni ulduzlar dodaqda ulduz yeri qoyur. Çox qəşəngli rəngi var və bu hissəsi də gördüyünüz kimi glossdur. Gör nələr çıxır ya. Glossunda... Yazıq mənim anam heç belə şeylər görmədim. Glossda... Gloss da çox qəşəngdir. Parlaqlığı zaten Kiko'nun da heç danışma ehtiyac yoxdur. Revolution'dan belə bir highlighter almışam. Bu rəngdə highlighterım yox idi. Bu biraz sarımtıldır. Siz səhra qumlarına oxşuyur. Baxışdı. Cosrx'dən bir dənə belə necə deyim, üz təmizləyici, pürüzsüzləşdirici baxım vasitəsi almışam. Bu arada bunun qiyməti elə verdiyim pulun yarısı qədərdir ya. Yəni yüksək məbləğli məhsullardır. Nədir ki? Maybelline'in belə bir vinil pamadasını almışam. 15 nömrə, çox qəşəng rəngidir, dodaqda mükəmməl qalır. Influence'dən bir dənə belə bir rəngdə pamad almışam. Yaz-yay fəslinə uyğun. Açmamışam, ağzını açıb birlikdə baxacağıq. Daha sonra bir ədəddə belə bir far paleti almışam. Burada yəni rahatlıqla 3 nəfərin gözlərini bəzəyəcək məhsul var da. 3 dənə far paleti. Bunu da açım göstərim. Bir saniyə.
Heyfdir. Nə? Niyə atsana? Olsa belə də ağzı açıq kimi bir şeydir də aşkım, aralanır oradan. Bunu götür. Qapılar açılır, növbəti stansiya. Nə qəşəngdir, uşaqlar baxın. Çox gözəldir. Aha. Bunu sırf qablaşdırmasına görə belə Al almağa sumkada dəyər. gəzdir. Yəni heç nə eləməsən də al gəzdir. Burada həqiqətən hesablasaq 200 manatı pulunu dolduracaq, hətta keçəcək məbləğdə məhsullar var. Amma bunların hamısına cəmi 100 manat ödəmişəm. Aşağıdakı səhifədən siz də bu kampaniyadan yararlana Bir bilərsiniz. üstə şokolad almışam. 50 manatdan başlayaraq istədiyiniz məbləğdə bokslar sifariş verib rəfiqələrinizlə, ananızla bölüşdürə bilərsiniz. Yeni makyaj çantanızı yeniləyə bilərsiniz. Yəni mükəmməl bir kampaniyadır. Kim istəyirsə yararlana bilər. Instagram səhifələrində də nümunələr var.